Aldığımdan da xəbərim yox. Aha, deməli nə edirik? Birinci sətrimizdə qeyd edirik ad, soyad. Bir dənə burada demişdik qəribə işarə var. O işarəmizi ingilis dilinə çevirməliyik mütləq şəkildə. Sonra 7. Shiftlə 7-ni saxlayırıq və hazırdır. Soyad. Deməli, burada bizim üçün olur filial. Necə? O işarənin də yəni Hə, e, ingilis dilinə çevirin zəhmət olmasa. İngilis dilinə çevirəndən sonra ə, shift'i basıb saxlayırsınız, 7-ni vurursunuz. yox bildim. Hə, Fikrimi satıramam sizə. deyin. Shift 7, hə, Shift 7 10 deyirdiniz. Hə, heç Bir dəqiqə. Tamam. Deməli, buradan yazırıq filial, buradan yazırıq maaş. Maaşı da Azərbaycan dilində olmalıdır. Keçirik növbəti. Növbəti hissələrdə bizdə qeyd elədiyimiz kimi tarix olmalıdır da. Deməli, biz baxırıq bizim öz tariximizə, belə danışmışdıq da, birinci ay sonra gündür. Deməli, mən istəyirəm ki, tutaq ki, yazım 01, məndə diyezləndir, amma sizdə nöqtəylə də bir-birindən ayrıla bilər. Deməli, hər bir kompüterin konfiqurasiyası onun məsələlər panelində yerləşir. Ən sağ hissədə. Aşağıda ən sağ hissədə yerləşir. Deməli, mən birinci ayın biri, birinci ay, 2026 tariximi qeyd elədim. Deməli, burada mən ötən dərsdə də qeyd eləmişdim ki, bizdə belədir ki, mən bu tarixi qeyd eləmişəm və artıq mən baxıram ki, tutaq ki, belə bir yazı var. Görürəm ki, burada digər xanaya keçib də, düzdürmü? Əslində bu yazılan yazı hardadır? Bu yazılan yazı i-dədir. Düzdür? I-dədir. Deməli, i birdədir. Amma mən görürəm ki, mənim bu yazdığım yazı digər xanalara keçir və hətta başqa bir yerdə mausumu vuranda diyez işarəsi yaranır. Bu diyez işarəsi nəyi bildirirdi? Xəta bildirirdi. İlk öyrəndiyimiz xətalardan biri də diyez işarəsidir. Deməli, diyez işarəsi hansı xəta oldu? Verilən mətn, verilən ifadə, verilən anlayış xanaya yerləşmədikdə diyez xətası çıxır. Bu o deməkdir ki, qeyd elədiyimin eni xanaya yerləşmir. Mən bunun üçün nə edirəm? Baxın, bu hissədə gəlib iki deməli, sütunun, sırada mənə DS düşəcək. əgər xananın eni kifayət etmirsə, bəli, diyez düşəcək. Düşmədi axı. Deməli, o düşmürsə, deməli xananın eni kifayət edir. Aydındır. Əgər düşürsə, xananın eni kifayət etmir. Yox, əgər düşmürsə, demək o deməli ki, xananın eni kifayət etmir. Bizdə ikisi yenə çaşdı. Məsələn, maaşı zada özünü gizlətməsin, qeyd etmədik. Gizli atan atıqlar da beləsə DS düşür. Ancaq Bəli, üstünə kod yazdıqdan sonra kimdən olur? bəli. O deyil də. Başqa şey də olur. Bəli. Bir dəqiqə. Deməli, davam edirik. Mən bunun üçün nə edirəm? Baxın, iki sütunun ortasından gəlirəm, burada oxlu üstəgəlmək yaranır. Yəqin görə bilirsiniz. Mausumun sol düyməsini 2 dəfə klik etsəm, bax, düz saxladığım ərazidə. 2 dəfə klik etsəm, mənim üçün nə edəcək? Xana böyüyəcək. Aydındır. Deməli, biz nə edirik? Bir dəfə də təkrar edirəm. Ctrl-Z ilə geri qaytardım. Deməli, əgər mən xanada diyez görürəmsə, bu bir xətadır. Excel-də xətalardan biridir bu. Deməli, verilən ifadə, verilən mətn xanaya yerləşmədikdə diyez işarəsi çıxır. Bunu aradan qaldırmaq üçün iki sütunun ortasında oxlu üstəgəlmək yaranır. Bir dəfə, 2 dəfə klik edirsən və salam. Artıq onun eni xanaya yerləşmiş olacaq. Digər bir tərəfdən biz öyrəndik ki, burada doldurma marker üstəgəlməyi var. Üstəgəlməyimiz 3 dənə üstəgəlməyimiz var idi. Birinci üstəgəlməyimiz budur. Diapazon üstəgəlməyi çəkirsən, diapazon yaranır. Diapazon nə idi? Xanalar qrupu idi. Bəli, xanalar qrupu idi və bu bizim üçün birinci üstəgəlməyimiz diapazon üstəgəlməyidir. İkinci doldurma markeri öyrənmişdik. Məsələn, gəlirsiniz burada,
Sağa doğru çəkirsən və budur. Artıq bizdə nə baş verir? Burada artıq tarixlər qeydə alınmış olur. Deməli də ehtiyac yoxdur bir-bir gedib onları yazasan. Bu formada, qəşəng formada qeydiyyat alırsan. İndi bizə nə lazımdır? Ad soyaddan shift'i basıb saxlayıram. Gəlirəm, mənə lazımdır sonuncu xana. Düzdürmü? İndi məsələ nədir? Gəlirəm, yenə də shift'i basıb saxlayıram. Belə bir diapazon yaradıram burada gördüyünüz kimi və bunu mən xanalar birləşdirdikdən sonra cədvələ salıram. Deməli F1-dən M6-ya qədər artıq mən diapazonu yaratdım. Diapazonu yaradandan sonra HomeLand tabında Font Length qrupunda Bottom border əmrindən al borderi icra edirəm və budur artıq mənim cədvəlim hazırdır. Burada artıq mən qeyd elədiyim kimi bütün deməli Excel-in iş vərəqindəki olan bütün xanaları seçə bilirik. Bir də bu formada ərazimizi seçə bilirik. Üzərinə 2 dəfə klik edirsən və budur. Deməli məsələ burada nədir? Biz nəyi öyrəndik ötən dərsdə? Öyrəndik ki, əgər panamız belə deyək də, panamızın eni bizim üçün müsait deyilsə, bu nə deməkdir? Məsələn, biz yazılan mətni bir var üfüqi, bir var şaquli formada göstərmək. Şaquli formada biz bu formada, yəni bunu göstərə bilirik. Daha sonra burada növbəti bir məsələni öyrəndik ki, bizim burada HomeLand tabında bugünkü məsələmiz Kelsland qrupudur. Mən istəyirəm, o yarısını necə çevirirsən? Aha, baxın burada HomeLand tabına daxil olursan, Alignment Lent qrupuna gəlirsən, burada baxın bu işarəyi alıram. Gördünüzmü? Bəli, üzərinə bir dəfə toxunursan, burada görürsünüz vertikal, horizontal və müxtəlif -90-dan 90-a qədər döndərmə mümkündür. -90-90-a qədər döndərmələr mümkündür. Aydındır? Döndərmələri həyata keçirmək olar. Döndərmələri həyata keçirmək olar. Deməli, daha sonra isə bizim bugünkü sizlə dərsimiz HomeLand tabında Kels'dir. Baxın, bu Kels'i görə bilirsiniz də yəqin ki. Burada məsələ nədir? Biz formata daxil olmaqla burada gördüyünüz işarələdiyim I1, J1, K1, düzdürmü? Bax, onları nə edirik? Onların enini azaldırıq. Mən deyirəm ki, mənim üçün deməli kolumun width, yəni kolumun, sütunun enini azalt. Eləyirəm 12. Baxın, görürsünüz, böyüdü. İndi deyirəm, yox, mənim üçün bunu biraz az elə. Məsələn, tutaq ki, olsun 2. Aydındır. Daha kiçik mənim üçün onları yığmış oldu. Deməli, yenə də qeyd edirəm, bizim bugünkü məsələmiz sizlə bərabər Kelsə qədər inşallah ki, burada hər birini deməli, çatdırmaqdır sizə. Qeyd edəcəm burada. Deməli, gəlin indi növbəti hissəyə keçək. Oradan yazım, buradan da əlavə edeyim. Deməli, bunu sən də eləyə bildin. Maaşı. Hamısın. Baxın, burada olan yazılan tarixləri. Arasının məsafəsini azaltdınız siz. Bəli, Tarixləri. bəli. Mən onu bir-bir eləməliyim, yoxsa hamısını birdən xalan seçib vermək olur? Hamısını birdən eləmək olur, bəli. Necə edirik? Hamısını birdən xanaları seçirsən, üzərinə 2 dəfə klik eləyirsən və yaxud da burada auto fit column var. Baxın, və yaxud da auto fit row right var. Eyni, özü eyni eləyir. Avtomatik olaraq özü düzənləyir. Bu şaquli formaya sala bildin sən də. Bəli, bəli. Sağ ol. Sonra onların enini azalda bildin. Azaltdım. Kolumun width'dən enini azalda bildin, düzdürmü? Gəlirsən, məsələn, bunlara verirsən 2 və azalmış oldu. Əla. İndi davam edirik yolumuza. Deməli, burada ad soyad hissəsinə başlayırıq. Ya Allah, adlarımızı qeyd eləməyə. Mənlə bərabər sən də zəhmət olmasa yaz. Məsələn, Əliyeva Günel. Azərbaycan dilinə çevirək. Ay. Əliyeva Günel. Sonra Həsənova Sevil. Sonra Hüseynova Xambala.
Ən azı 5 dənə yazaq. Məhərrəmli xəyal. Qarayev Elmir. Çox. İndi baxın. Mən burada gəlirəm iki sütunun ortasında. İki də fəkirlik edirəm. Mənim üçün mətnim düzəlmiş olur da, düzdürmü? Mən indi nə edirəm? Aha. Kursorumu qoyduğum yerə, kursorum hardadır? C2 xanasındadır, düzdür? Kursorumu qoyduğum yerə mən əlavə eləmək istəyirəm 2 dənə sütun. Bunun üçün Homeland tabında, Kelsland qrupunda, baxın Kels xanalar deməkdir. Insert əmrini icra edəcəm. Insert əlavə etmək mənasını verir. Üzərinə toxunuram. Nə əlavə eləyim? Mənə lazımdır kolumun. Düzdürmü? Insert sheet kolumun. Üzrə Kursoru səs gəlmir, səs artırın, səs zəngər. İndi danışın. kursoru hansı əraziyə qoymusansa, onun soluna əlavə edir. Deməli, insert-ə daxil olursan, insert sheet kolumun. Boş ərazi necə dediniz? Gelsdən. Baxın, kursoru hansı xanaya qoymusan? Məndə məsələn tutaq ki, C2 xanasındadır, düzdürmü? Mən bura əlavə eləmək istəyirəm də. Yəni mənim əlavə eləmək istədiyim sütun öncədən planlaşdırıram ki, mən bu xanadayam, düzdür? Mən bura sütun əlavə eləmək istəyirəm. 1, 2, 2 dənə sütun. Yəni öncədən mən bunun planını tuturam ki, mən hara əlavə edim? Kursorumu yerləşdirirəm. Gəlirəm insert-ə. Insert-dən insert sheet kolumun 1 sütun. Insert sheet row sətr əlavə eləməkdir. Amma bizə nə lazımdır? Insert Kolum. row. Insert row var, sheet row. Bəli. O nə idi? Sətr əlavə edir. Kolumun isə sütun əlavə edir. Kursoru hansı xanaya qoyursansa onun soluna əlavə edir də. Aydındır. Məsələn, boş ərazisi demək. Necə? Necə? Məsələn, sütun sətr əlavə edirəm, mən sətri silmək istəyirəm. Ctrl Z. Hələ ki getmir, onda belə eləyirsən. Kursoru həmin xananın üzərinə qoyursan, hansı sətri silmək istəyirsən, sadəcə kursoru həmin sətrə yerləşdir. Burada delete əmri var. Delete sheet row. Delete sheet row. Aydındır? Alındı. Əla. Super. Yolumuza davam edə bilərik. Deməli. 2 dənə sütun əlavə elədin sən də. Əlavə elədin 2 dənə sütun. Yox, heç yox. Əlavə elə. 2 dənə sütun sən də əlavə elə, zəhmət olmasa. Kursoru hansı əraziyə qoyursansa, onun soluna düşür. Yadında saxla. Deməli, hansının idi? İşe. Alındı. Əla. İndi baxın. Necə? Təsdiz. 2 dənə sütun. 2 dənə sütun. Bəli. Əla. İndi biz nə edirik? Deməli, ad hissədə gəlib yazıram Günel. Və yaxud da yazmırsan. Sadəcə bunu kopyalayıb bura ata bilərsən. Problem yoxdur. Baxın, Əliyevanın üzərinə gəlirsən, 2 dəfə klik edirsən, Əliyeva seçilir. Seçiləndən sonra Ctrl-C və yaxud da Homeland tabında copy və yaxud da sağ düymə copy. Deyin. Heç nə düzəldi.
Əla. Deməli, adı da bir dənə ad daxil etdikdən sonra ərazini seçirsən ki, məsələn, mən bu ərazidə istəyirəm hamısı özü olsun da, düzdürmü? Daha sonra isə Ctrl E, klaviaturadan Ctrl E. Yenə də Əliyeva ərazini seçirsən, klaviaturadan Ctrl E. Özü avtomatik olaraq doldurmuş olur. Aydındır. Səndə də Ben de alındı. Necə? birinci Baxın zəhmət olmasa. Bir dənə ekrana bax zəhmət olmasa. Bax, hər hansı bir soyadı yazdın da, düzdürmü? Yazdın. Daha sonra nə edirsən? Ərazini seçirsən. Ərazini seçəndən sonra Ctrl E artıq avtomatik olaraq Excel başa düşür ki, mən nə ağarmalıyam da? başka türden mənim eləmək olur kodla, yoksa Bəli. Bunu elədin. değil. Deyəsən bunu elə. Alındı Sanil. Alınmadı. Baxın, bir dəfə də göstərirəm. Baxın, zəhmət olmasa. Deməli, bir dənə də zəhmət olmasa bax. Əliyevanı yazdın. Necə yazmısan o formada yazmısan da yəqin ki. Yəni, düzdürmü? Orada hərf falan səhv olsa alınmayacaq da. Hərf səhv, Başa hərf səhvi yoxdur. yox. Əla. Əliyeva yazmısan, düzdürmü? Bəli, Ərazini seç, zəhmət olmasa. seçdim. Ctrl E. Oldu. Ay sağ ol. Vəssalam. Alındı. Alındı. Əla, super. Və sonra burada görsən çıxıntılar var. Onları da aradan qaldırırsan. Qəşəng cədvəlin hazırdır. Qəşəng oldu. İndi məsələ nədir? Sani, bu hissədə çox diqqətlə qulaq asmalısan. Mən indi F1 xanasındayam, düzdürmü? Hərəkət oxları ilə gedirəm, baxın. 4 dənə hərəkət oxumuz var da, elə demişdik, düzdür? Hərəkət oxları ilə sola, hərəkət oxları ilə sağa, düzdür? Hərəkət elətdirirəm. İndi məsələ nədir? Mən istəyirəm seçim. Haranı seçim? Ancaq mənə lazım olan hissəni seçim. Bunun üçün Ctrl Shift basıram, saxlayıram. Aşağı doğru hərəkət oxundan istifadə edirəm. Mənim üçün ancaq və ancaq yazılan ərazini seçir. Digərlərini seçmir. Baxın, mən istəyirəm mənim üçün bax, bu yazılan ərazidə sütunum var da, düzdürmü? Sətrim var, sütunum var. Mənə lazımdır məsələn, tutaq ki, ad, soyad, filial, maaş və bu tarixlər olan ərazini seçmək. Bunun üçün nə edirəm? Kursorumu yerləşdirirəm. Ctrl Shift üzü sağa doğru ox. Vəssalam. Deməli, istədiyim cədvəlimin, hansı ki cədvəlim artıq hazırdır. Ctrl Shift üzü sağa ox mənim üçün seçir. Seçir. Hansı ki mənim ərazim var. Aydındır? Hansı ki mənim ərazim var. Onu mənim üçün seçmiş olur. Ümid edirəm aydındır. Aydın. Əla.
tamamilə aydındırsa, növbəti hissəyə keçə bilərik. Bir dəqiqə mən bunu buradan ağardım. Tamam. Deməli, ötən dərsdə biz qeyd elədiyimiz bəzi şeylər var əslində. Deməli, bizdə məsələ belədir ki, bizim üfüqi və şaqili düzləndirməmiz var. Məsələn, mən bu ad soyadı istəyirəm, baxın, orta hissədən səliqəli formada, görürsünüzmü? Qəşəng formada qalsın. Bəli, qala bilir. Plus mən burada nə edə bilərəm? Deməli, mən burada ə, bir dəqiqə, mən burada nə edə bilərəm? Gəlirəm buradan, insertdən bir dənə özümə fiqur seçərəm. Baxın, bir dəqiqə bunu dərəcət elətdirim. Racist. Buradayam bir dəqiqə, qoy geçsin o tərəfə. Aha, yox, da aşağı doğru apararam. Deməli, mən gəlirəm, baxın, bu hissədə ad soyad. Bunları yerləşdirməyin hamısını bildin də, düzdürmü? Burada problem yoxdur ki. Bir dənə də prosta bilsən nə etmək istəyirəm? Bunu biraz gözəlləşdirməkdən ötürü eləyirəm ki, bu formada olsun, səliqəli. Sonra mərkəzə doğru düzləndirməmizdir. İstəsəm biraz onu sola sağa, yəni özümün asılıqda apara bilərəm. Və sair və axır. Bunlar oldu qəşəng. Burada problemimiz yoxdur. Gəldi indi. Mənim burada Number adında lent qrupum var. Number-də qeyd eləmişdik biz ki, burada müxtəlif formatlar var. Xanaya daxil olan elementlərin hər birinin özünün formatı var. Məsələn, general necə formatdır? Ümumi format demişik də ona. Düzdür, ümumi formatdır. Düzdür. Məsələn, mətndə general ola bilər. Mətndə general ola bilər. Ədəddə general ola bilər. Bul tipi də general ola bilər. Aydındır, orada heç bir problem yoxdur. Number ədəddir. Bunlar pul formatıdır. Zamanlardır, time vaxtdır, faizdir, kəsirdir, bir də elmi ədədlərdir. Bəs Excel-də hansı operatorlar var? Gəlin davam eləyək. Bu hissədən mən xanaları necə birləşdirirəm? 3 dənə xananı birləşdirmək istəyirəm. Xanaları seçirəm, düzdürmü? Bir dəqiqə ekranı paylaşdığımızdan əmin olaq. Xanaları birləşdirəndən sonra mən gəlirəm, baxın bu hissədə. Merge Center. Gördünüz? Aydındır. Əvvəl. Gəlirəm, baxın bu hissədə yazıram operatorlar. Qeyd elədim operatorlar. Bəli. Gəlin görək hansı operatorlarımız var. Gəlin baxaq. Birinci haqqında danışacağıq sizlə bərabər vurma. İkinci haqqında danışacağıq sizlə bölmə. Bunun üçün bizə ingilis dil lazımdır. Sonra növbəti haqqında danışacağıq sizlə toplama. Növbəti haqqında danışacağıq sizlə çıxma. Növbəti əlbəttə olmazsa olmazımız haqqında sizlə danışacağıq böyükdür, kiçikdir. Gəlirik buradan. Kiçikdir. Daha sonra hamının çox qəşəng riyazi olaraq bildiyi kiçikdir, bərabərdir və haqqında sizlə danışacağıq böyükdür, bərabərdir. Orada nə oturmusunuz? Keçin sarı. Aydındır. Bunları biz qeyd elədik. Bunlar bizim operatorlarımızdır. Bir dəqiqə bunları mən hamısını... Funksiyalar keçirik biz bir-bir. Hə? Funksiyalar keçirik. Hə, yavaş-yavaş gedirik də sadəcə olaraq. Birdən-birə mən sənə funksiya deyə bilmərəm. Ona görə yavaş-yavaş, tələsmədən. Və mən sənin üçün indi burada bir dənə qəşəng bir dənə cədvəl düzəldəcəm və hər birinə uyğun orada misallar çəkəcəm sənin üçün. Bax, tutaq ki, bu mənim x-imdir. Bu mənim y-imdir. Bu mənim z-imdir. Aha, deyirəm burada, baxın, x plus y. Burada deyəcəm ki, x minus y. Buradan deyəcəm ki, x vurmaq, y vurmaq, z. Bu bir tərəfdən deyəcəm ki,
Hələ qüvvət qalıb. Qüvvəti deməmişəm sənə. X qüvvət işarəmiz də burada deməli Evet. 6-dır. Bəli, bəli, bəli. 2 dənə ulduz. Sonra növbəti deyəcəm ki, məsələn, X plus Y, amma bu mötərizədə vurulsun 15, 15-dən sonra da faiz əslində olmamalıdır. İndi onu da öyrənəcəksən sən, niyə olmamalıdır? Buraya qədər məncə hələ ki kifayətdir. Daha davamını bundan sonra eləyərik. X-a mən qiymətlər verəcəm. Burada müxtəlif, sən də özün üçün qiymət verə bilərsən. İşte bunlarla mənlə bərabər getmək məcburiyyətində deyilsən. Yəni özün X-a prosta qiymətlər verə bilərsən, heç bir fərqi yoxdur. Məsələn, tutaq ki, deyirəm 12, 8. Mən niyə balaca ədədlər həmişə verirəm? Çünki mən ora 300 neçə də yaza bilərəm. Sadəcə olaraq sən elə balaca ədədləri bir-birinə vuranda daha yaxşı başa düşərsən də görərsən ki, aha, bu düzdür və s. və axır. Amma böyük ədədlər də verə bilərsən. Heç bir fərqi yoxdur. Yaxşı. 43, 23, 23 3 dəfə yazdım, yox. Məsələn, biri də olsun 20. Y-ə də elementlər verirsən, məsələn 34, məsələn 90 olsun, 44 olsun, 34 olsun, 22 olsun, 12 olsun, 11 olsun, bir dənə də 46 olsun. Z-ə də qiymətlər verirəm. 88, 77, 55, 4, 33, 22, 11, bir dənə də 10. Все. İndi bax Saniyə. Deməli biz nə edirik səndən bərabər? Bir saniyə. Aha. Dedim axı keçinçərə baxın. Deməli biz nə edirik? Əvvəlcə görürsən ekranda da x-in üzərinə y-i gəlmək. Deməli mən gəlirəm burada mütləq və mütləq biz başa düşməliyik ki, bizim operatorlarımız B2 də gəlinsin. Y2. Aha. Bizim operatorlarımız, baxın bu gördüyün operatorlarımızdan əvvəl mütləq bərabər qoymaq lazımdır. Bərabərdir. X-imiz olur D2, üstə gəlinsin. Y-imiz olur Y2. Enter cavabım hazırdır. Və mən artıq bunu aşağı doğru çəksəm, mənim üçün heç bir problem olmayacaq. Bəli, hamısı mənə doğru cavab verəcək. Aşağı doğru çəkirəm və doğru cavabımı alıram. Plus burada gəlib 2 dəfə klik etsəm də doğru cavabımı alıram. Yəni bunu da bilin ki, kənarında, baxın burada bu hissədə 2 dəfə klik edəndə də mən doğru cavab almış oluram. Aydındır? Əla. Eyni proseduru çıxmaq üçün yazsaq, gəlirəm yenə də bərabər qoymalıyam. Deyirəm ki, x çıxılsın, mənim üçün burada y. Cavab olacaq -22. Yenə də bunu aşağı doğru çəkə bilərəm və yaxud da 2 dəfə doldurma markerini klik eləyə bilərəm. Heç bir problem yoxdur. İndi məsələ nədir? Gəlirəm buradan yenə də deyirəm x vurmaq, mənim üçün vur, y-ə, mənim üçün vur, deməli z-ə. Enter. Bəli. Növbəti bizdə olacaq x, yenə də bərabər qoyuram. 12, 12-nin də biz burada almalıyıq nəyin? Deməli, Aradadır. qüvvət Altı. ingilis dilində olmalıdır 6-da, bəli. Deməli, 2. Doğru cavabı alıram, bəli. Burada bir dənə mötərəzəni ötürmüşəm. Bu mötərəzəyə bağlayayım. Hı. Sonra bərabər qoyuram, mötərəzəmi açıram. X-in üzərinə gəlməliyəm y-mi, mötərəzəmi bağlamalıyam, vurmalıyam 15-ə. 15-in də qabağında nə var? Faizlər, maizlər var. Və son. Hazırdır. Düppələmdüt cavablar tapdıq. Deməli, doldurma markerindən bir dəqiqə. Deməli, bu sən doldur özü üçün zəhmət olmasa. Doldurun. Kilometre olur. Deməli, 2 dənə doldurma üsulunu sənə dedim də. Biri dedim ki, çəkirsən aşağı doğru, 2 dəfə burada klik eləyirsən. Üçüncü, deməli, xana daxil seçirsən, Ctrl D doldurur sənin üçün. Bunu da yoxla. Ctrl D. Bu da doldurur. Evet. Gözüme yiyin. Hı -hı.
Eləyə bildin? Yazıram onu. Tamam. Eləyə bilirsən? Geçelim. Necə? Mesela şey yaxlar. X büyük. Hə, bunlar zəhmət olmasa yaz özü üçün. Tələsmə. Yaza bildin. Alındı səndə də. Yani rəqəmlər yazıram. Əla. Dolduranda da görə alınır o doldurma hissələri. Tələsmə. Almancadan rəqəm yazıram keçsin. Hə, fərqi yoxdur. Yəni mən bərabər qoyuruq. Hı hı. Ondan sonra məsələn D2 xassı seçdik. Hı hı. İstək yüklük bərabər də Hı oldu. hı. Oldu. Böyle.
Əla. İndi doldurma öyrətdim sənə. Onlardan hamısından istifadə elə. Bir doldurmanı mən bax, Hı hı. üstdən seçilən aparam aşağı. Hı hı. Amma olmur. Baxın. Doldurmanın 3 dənə növünü deyirəm sənə. Hə. Bax, üçünü də göstərirəm. Bir dəfə. Deməli, bax, gəldin hesabladın, enter vurdun. Düzdürmü? Və burada doldurma markeri yaranır sağ tərəfdə. Onu aşağı doğru çəkirsən və salam. Bu bir üsul. Aydındır. İkinci üsul. Gəlirsən, bax, burada doldurma markerini 2 dəfə klik edirsən. Doldurdum. Hə, amma manşetin klik edirsən. Bəli, 2 dəfə klik edirsən. Üçüncü üsulun isə bütöv ərazini seçirsən, sonra Ctrl D eləyirsən. 3 dənə yolun dedim sənə. Bu yolların birindən istifadə eləyərək həll elə. Həll elə bir dənə. Gəlirəm. Yaza bildin. Evet. Əla. Deməli, indi ekranda görürsən. Əslində bu isə çox maraqlıdır. İndi deyəcəm, izah edəcəm. Bax, deməli, biz bayaqlar qeyd elədik ki, xanada hər bir daxillədiyimiz elementin tipi var. Məsələn, kitab, qələm, dəftər. Necə tipdir? Əlbəttə ki, bu bizim üçün biz bilirik də, bu necə tip olacaq? Mətn tipi olacaq. Düzdür, tekst tipi olacaq. Deməli, mən gəlirəm buradan. Necə? Başqa cədvəl qurduz burada. Hə, bu tamam başqa cədvəldir. Qulağa sor, sən də düzəldərsən. Gəlirəm buradan number-dən. Mən tekst axtarıram. Görürəm, burada tekst yoxdur. Gəlirəm more number format. Bu ərazidən gəlirəm, baxın, teksti seçirəm. OK edirəm. Hazırdır. Bax, indi bu ədədlərdir də. Ədədlər harda yerləşir? Solda. Həmişə solda yerləşir. Amma o demək deyil ki, onun yerini dəyişə bilmirik. Niyə dəyişə bilmirik ki? Qəşəng formada da dəyişdik. Bura tekst eləyirəm bunu. Aşağı atacağım. Alt, enter. Bir dəqiqə. Və salam. Ölçüsünü kiçiltdim. Biraz da böyüdürəm. Qəşəng olsun. Biraz kiçildirəm. Əla. Bu məhsul zad yazılan hamısını ümumi seçirəm. Necə seçirdik hamısını, bütün mətnini? Gəlirəm buradan, bəli, işarələyirəm. Ortadan mərkəzə yaz. Və salam. İndi mən nə istəyirəm? Burada gördüyün qiymətin yanında Azərbaycan manatı olsun istəyirəm. Bunu necə həyata keçirdirəm? Həmin ərazini seçirəm. Generaldan gəlirəm number. Bəli. Amma görürəm ki, bundan B ədəd formatıdır. Mənə nə lazımdır? Pul formatı. Gəlirəm pul formatını seçirəm. Amma görürəm, yox. Burada olan pul formatı dollardır. Mənə nə lazımdır? Azərbaycan manat lazımdır. Düzdür? Mor daha çoxuna gəlirəm. Pul formatı hissəsinə bax, bu simvol hissəsinə Azərbaycan latını seçirəm. OK. Vəssalam. Burada qeyd eləmişdik ötən dərsdə. Gördüyünüz bu sıfırların heç bir önəmi yoxdur. Biz onları da ləğv edirik. Yekunu necə hesablayacağım? Baxın, kitab 5 qutu, qiyməti 7. Yekunu necə hesablayayım? 5-i 7-yə vuracaq. Vəssalam. Deməli, mən
Gəlməliyəm birinci növbədə Dəyərlər bərabər bərabərdir. 5 B2 gəlinsün C2. vurulsun. Üstə bir vurulsun B2. Bəli. Və budur, mənim qiymətim hazırdır. Heç bir problem də yoxdur. Qəşəng formada da hesabladı. Heç bir problem də yoxdur. Əla. İndi mən bunu aşağı doğru çəksəm əgər, mənə doğru cavab vermiş olacaq. Aydındır. Problem məncə burada yoxdur. İndi məsələ nədir burada bəs? Gəlin baxaq. Baxın, mənim indi bunun ölçülərini biraz kiçildəcəm. Mən indi istəyirəm ki, bunu F1-ə köçürdüm. Deyəsən, ay müəllim, Ctrl-C ilə get yerləşdir, Ctrl-V ilə. Köçdü də, düzdür? Baxın, eynən mənim üçün köçdü. Yəni, kopyasını aldım, düzdür? İndi mən nədir? Mən gəlirəm burada kitab sözünü dəyişirəm. Bunu deyirəm çanta. Amma bu dəyişmədi. Bu elə kitab qaldı. Mənə nə lazımdır? Mənə lazımdır ki, kopyaladığım iki cədvəl eynidir də. Bildin kopyasını necə aldıq? Orada problem yoxdur. Var. Bir dənə gözləyirəm bura qədər ilə. Bax, ərazini seçdin. Cədvəli seçdin. Ctrl C. Ərazini seçəndən sonra Ctrl plus C. Sonra gəlirsən, hara yerləşdirmək istəyirəm? Deyirəm F1-ə. Məsələn, bura və yaxud da bura. Düzdürmü? Ctrl V. Və başlayırsan onu yapışdırmağa. Başa düşdün necə? Ctrl C. Kənarları xətt yarandı. Dığıt xətt. Ctrl V. Və salam. Artıq köçünmüş oldu. Məncə burada heç bir problem yoxdur. Düzdürmü? Bura qədər başa düşdük. Düzdür? Bəli, aydındır. Əla. İndi gəlin baxaq. Təkcə Excel-də köçürmə bundan ibarət deyil. İndi mən sənə gör nələr öyrədəcəm. Deməli, yenə də biz cədvəlimizi seçirik. Gəlib bunu kopya eləyirəm. Kopya eləyəndə pəs bölməsinə daxil oluram. Və burada açılan pəncərədən gəlirəm hara? Pəs speciala. Bəli. Baxın burada, bu ərazidə. Görün nələr var, nələr var. Baxın, nədən başlayaq? Blank olan hissədən başlayaq hələ. Gəlin bundan danışaq. Ondan sonra keçərik digərlərinə. Hamısı maraqlıdır əslində. Gəlirəm ərazimi seçirəm. Ərazimi seçəndən sonra pəsti vururam. Pəst speciala gəlirəm. Deyirəm, mənim üçün onu blank elə. Gəldi onu blank formasında köçürmüş oldu. İndi gəlsəm mən necə? Ctrl-C idi. Necə? Mən yaxşı Ctrl-C idi. Bu uzun dərədir. Hə, yəni bunu köçürtdü də. Amma bilsən məsələ nədir? Ə, belə deyək də, bunların hər biri maraqlıdır əslində. Amma birini də deyəcəm sənə. İndi bunlar hamısı deyərsən eynidir, amma buna bax, bu tamam fərqlidir. Gəlirəm buradan pəstə. Burada deyirəm ki, mənim üçün onu şəkil kimi köçürt. Baxın, artıq hərəkət eləyir. Bayaq köçürdüyüm hərəkət eləmirdi. Sadəcə yerindədir, düzdür? Və gəlirəm burada kitaba Kitabın üzərinə, kitabın yanına bir dənə də bu yazıram. Görürəm ki, avtomatik bu da dəyişdi. Bu plus şəkil kimidir. Plus da burada elədiyim dəyişiklik Bunu orada görürəm. bu anda bizə onda lazım olur ki, bu görünən tərəf, bir də iş görən tərəf ola bilər də. Bəli, O zaman. bəli. Plus da hesablamalarda da lazımdır. Bax, məsələn, mən bunu Ctrl-C elədim, yerləşdirdim ora. Deyirəm ki, mənim üçün onu sadəcə şəkil kimi yerləşdir. Bax, indi hal-hazırda bu şəkil kimidir. Mən gəlsəm bunun üzərində hər hansı bir dəyişiklik yaparsam, baxın, tutaq ki, belə bir dəyişiklik yaparsam, onun üzərində olmayacaq. Bəli. Buradakı məsələn şəkil kimini başqa belə deyək də web kimi açıb orada sarmaq olur. Hə. Bunu Başqa deyirsən də, bu şəkili deyirsən. Bu şəkilə hiperlink vermək istəyirsən. Hiperlink nədir? Əlaqədə, yəni o açılanda, məsələn, tutaq ki, onun üzərinə gələndə, bunun üzərinə gələndə tutaq ki, mənim üçün açılsın o, yoxsa necə? Baxın, mən bunun üzərinə gələndə mənim üçün nəsə. Məsələn, bir də sheet 2 yazmamışsınız, aşağıda açmamışsınız. Aha, bəli. Hadi məsələn, o birisindən sheet 2-də bunu çağıraq. Hə, əlbəttə ki, olar. Onların hamısını keçəcək, bəli. Hətta
burada olanı başqa bir yerə də aparıb işvərəngin başqa bir iş kitabına da aparacaq. Orada da öyrənəcək onu, bəli. Bax məsələn, indi nəyi öyrəndiyi özü üçün zəhmət olmasa qeyd elə. Ərazini seçəndən sonra sadəcə boş kopyalamaq var. Onu hamı bilir də, yəni düzdür. Amma sən bu gün öyrəndin ki, bir onu şəkil kimi yapışdıra bilərsən. İki, həm şəkil, həm də üzərində dəyişiklik edərmiş kimi. Düzdür? Bax bu sadəcə şəkildir. İkinci isə həm şəkil, həm də üzərində dəyişiklik eləyirsən. Heç bir fərqi də olmur. Sadəcə olaraq şəkildən heç nə fərqlənmir. Baxın, amma üzərində dəyişiklik eləyəndə çanta olur. Çanta, bəli. Orada dəyişiklik eləyən kimi o da orada görünür. Hətta gəlsən buradan qiymətlərindən dəyişiklik eləsəm, tutaq ki 12 manat, avtomatik olaraq hesabımız da dəyişəcək. Aydındır. Yekun məbləğdə avtomatikdə, yəni əlbəttə ki, yekunda dəyişmiş olacaq. Aydındır. Aydın oldu. Aydındır. Bir dənə gözləmə də özüm də. Tamam. Ya, Gözləyirəm. gətirəm. Gözləyirəm. Tələsmə. Bir manat gətirəm bura. Belə olan. 11 neydi? Evet. Məndə başqa cürdür. Niyə? Siz məsələn şeydən gətirdiniz. Hə, siz generaldan gətirdiniz də o manat işarəsi. Bəli. Məndə amma başqa yerdə. Hardadır? Nuberdə prosta pul işarəsini də altdan ayrı qoyublar. Pulun altına Avropa pulu zaten hamısı da hazır. Aha. Resmi. Oradan birini seçirsən elə. Evet. Hı -hı. Tapa bildin özündə. Tapdım. Hə. İstədiyim kimi olmuş. Niyə? Nə yapışdıra bilmirsən yoxsa necə? Məsələn rəqəmi yazdım. Hı -hı. Qabağına şey qoymaq olmur. Manatı qoyuram. Yenə Orada mən işarə gətirmişdim. Baxın, burada tutaq ki 7. 7-nin yanına manat qoymaq istəyirsən. Baxın ardıcıllığa. Gəlirsən generala. Generaldan sonra mor gəlirsən. Mor. Mor nədir? Daha çox. hə, Aydındır. Gəldin onu seçdin. Mor elədin. Gəlirsən buradan pul formatını seçirsən. Bax bu görürsən dollardır, amma bizə dollar lazım deyil. Bizə nə lazımdır? Onu eləmək Azərbaycan manat. Bu simvolu Azərbaycan latın eləyirsən. Başa düşdün? Aydın oldu ardıcıllıq. və generala girdik. Bəli. Ora getdik. Sonra oradan da Lansa olacağım da.
Yox, mənim yenə bax, belə də hamısını bir-bir yazmamaq istəyirdim şey eləyəm. Qıraqdan iki dəfə vururduq. Bilirsiniz nə demək istəyirəm? Hı hı. Hələ yantım. Hiyəsini eləyirəm yenə. 1200-dürsə məsələn maaşı, 1200 hamısı olur 1200. Alınmadı. Hə? Alındı, alındı. Əla.